Salam əziz dostlar, mən Babayev Eynizad, Dron uçuş idarəçi və kodlaşdırılması dərnəyinin üzvüyəm. Bugünkü çıxışımda Newton 13-cü qanunu haqqında məlumat verəcəm. Newton 13-cü qanunun tərifi belədir. İki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər istiqamət çəkisidir. Newton 13-cü qanunu mexanikanın ən təməl qanunlarından biridir. Bu qanun təbiətdəki qüvvələrin tək şəkildə mövcud olmadığı, cütlər şəkildə yarandığını bizə izah edir. Newton 13-cü qanunu bəsit dildə desək, təsir əks təsirə bərabərdir. Newton 13-cü qanunu bizim sahə ilə əlaqəsi olduğundan bugünkü çıxışımda Newton 13-cü qanunun təyyarə üzərində izahı və dron üzərində izahını edəcəm. İndi isə Newton 13-cü qanunun təyyarə üzərində izahını keçək. Gördüyünüz kimi, böyük hava kütləsi təyyarə mərkəzi tərəfindən içəri sorulur və mərkəzə gətirilir. Daha sonra isə burada yanacaq ilə böyük hava kütləsi qarışdırılır və burada qarışıq əmələ gəlir. Daha sonra isə qarışıq təyyarə mərkəzi tərəfindən xaricə atılır. Qarışıq nə qədər qüvvə ilə xaricə atılarsa, həmin qüvvə ilə təyyarın irəli itələnmiş olar və beləliklə də burada Newton 13-cü qanunu yaranmış olar. İndi isə Newton 13-cü qanunun dron üzərində izahına keçək. Gördüyünüz kimi, dron havadadır və pərvanələri sürətli şəkildə dönür. Dron pərvanələr vasitəsilə böyük hava kütləsini aşağı doğru itələyir. Hava kütləsi nə qədər qüvvə ilə aşağı doğru itələnərsə, həmin qüvvə ilə dronu yuxarı doğru itələmiş olar və beləliklə də burada Newton 13-cü qanunu yaranmış olar. Beləliklə, əziz dostlar, çalışdığım qədər sizə Newton 13-cü qanun haqqında məlumat verə bildim. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.